xanım, mən arzuma pis komedi yazanlara cavab vermədən dayanmıram. Yox, eləcə yaz, sizi yaradana şükür. Yox, pis komedi, onu da yazan Allah'dır. Bunu da, səni də nitqə gətirən Allah'dır. Ne qədər pis cavab versən, sən imtihandan kəsilirsən. Allah onları elə yaradı. Bax, indi bu ölən oğlan Amalın bacısı var. Mənə bir video kəsdilər, göndərdilər ki, o necə canlı yayımda belə bir sözlər işlədir. Bir dəqiqə elə burada onu bir moment, bunun əlimdə tez bu barədə bir söhbət eləyim. Qanunla hərəkət edirəm, çox xahiş edirəm kütlədən. Buradan səsimi eşitdirirəm ki, qapıma heç kəs gəlməsin. Mənim xəstə anamı narahat etməsinlər. Heç kəsi qəbul eləmirəm. Apellyasiya verəcəm. Axıra kimi də gedəcəm. Haqqım var. Qanunsuz heç nə etmirəm. Bunu oğlanın bacısı deyir. Axıra kimi gedəcəm, haqqım var, tələb edirəm. Bu, haqlıların bu dəqiqə tələbi əgər yerinə yetsəydi, sülh əminamanlıq ayaq tutub yeriyərdi. Bir ildən artıq mənim haqqım yox idi ki, bir körpü uşağı bu ticarət işindən baxan, əlaqədar olan adam vurdu. Tutulmaq dərəcəsinə kimi gətirdilər, çıxartdılar haqsız yerə. Döyən qaldı kənarda, döyüləni tutmaq istədilər. Haqq yerini tutmadı. Hələ o uşağın pul yoxdur deyə, bir də arxa yoxdur deyə, arxa var Allah'ta, amma bunlar olmalıdır, yaşanmalıdır ki, bəs bunlar nə ilə bir-bir deyilsin, açılsın. Bu ağır sınaqlar yaşanmalıdır, bundan qaçış yoxdur. Mən də getdim də, haqqı tapamadım. Sən necə tapırsan onu? Bilirsənmi bu xanım, Nara xanıma mən nə demək istəyərdim? 1999-2000'lər arası mən bu elm aləminə, hikmət aləminə gəldim. Və necə indi siz oturub danışıram, heç kimlə mən söhbət eləmirəm. Bax, nə edirəm, burada edirəm. Yalvaralar da gedəsi deyiləm. Qarşıma milyonlar düzsələr də mən harasa gedib kiməsə deyir o müsahibə verəsi deyiləm. Nədir burada? O zamanlar mən axtarırdım ki, buradan oxuduğumu qələm adamlarına, elm adamlarına çatdırım, bölüşüm. Belə professorlarla, akademiklərlə, belə. Bir professorla görüşdüm Gəncədə, adını çəkmirəm. Ailə var, nəsil var, istəmirəm bilinsin. Dedim ki, bəs belə-belə mən Nizami, o da Nizamidən universitetdə dərs deyirdi. Dedim ki, mən belə araşdırmalar, Allahla belə görüş, filan, fiş, məkan. Uzun müddət bundan belə telefondan evimə də gəlirdi, evdə yoldaşım zat sağlığı, yəni belə də bu söhbətlərə gedirdik. Bir gün mənə belə dedi ki, telefonda, sən bu işi, yəni bu kitabı çıxartmaq üçün ya gərək sənin çoxlu pulun olsun, ya da arxanda səni saxlayan bir adam olsun, yəni adamın olsun. Belə açıq bu sözü mənə dedi, üzr istəyirəm ifadəmə görə. Belə baxdım, dedim, vallahi nə mənə bu kitabı yazıb ərsiyə gətirmək üçün sənə verəcək pulum yoxdur. Nə də, onu belə başqa bir cürə dedim, o vaxtlar dedim, nə, o mövzuya dəyməyim, nəysə, biraz düzgün çıxmaz. Nə belə, nə ilə. Mən dedim, Allah istəsə bu dəqiqə mən oturduğum evi desə ki, sat, bu kitabı çıxart, mən onu edərəm. Amma kiminsə vasitəsilə mən kitab çıxartmaq, bölüşürəm yəni bu fikirləri. Hansı ki, onunla bu Babil söhbəti haqqında bir söhbətlər edəndə demişdi ki,
Bakir sözden söhbət edəndə demişdi ki, bu söz demir, bu profesör adam Bakir sözü Bakirə qıza bənzədib danışmışdı ki, o onu səhv deyir, o belə deməlidir. Yəni Bakir sözün məntiqini anlamamışdı. İndi mən Nara xanıma deyirəm ki, sən belə bərk etməklə, belə kimin, mənim də qardaşım ölür avariyada, minlərlə insan ölür avariyada, yəni maşın qəzasında, göydən zəmbillə zatla düşməmsinizsə, neçə şəhidlər, gözü yaşlı analar var, körpə balalarını qəbirə qoyub göz yaşı, səni kim belə göylə getmirlər, mən axıra kimi gedəcəm. Yəni demək istəyirəm ki, səni yaradanın, səni bu hiqqədə, bu tərzdə, bu meydana atan Allahın məsləhətinə şükürlər olsun. Belə axıra kimi getməklə ya pulun çoxdur, ya da adamın. Sənin puluna da bərəkət arzuluyuram Allah Teala'dan, əgər lütf edərsə, adamına da qol qüvvə belə olsun, sənə yar və yardımcı olsun. Bizlərə də Allahdan diləyirəm, Allah özü bizə yardımcı olsun. O arzuma da diləyirəm, Allah özü yardımcı olsun. Sənin adamın sana yardımcı olsun. Arzuma da Rəbbim yardımcı olsun. Nara xanım. Kim Nara xanımı tanıyırsa, tağ eləsin onun adını, bu sözlər götürülüb paylaşacaq. Qoy o adama çatsın. Ona tutduğu yolda uğur diləyirəm. Axıra kimi getməkdə Allah Teala'dan güc qüvvət diləyirəm və sona getməsini diləyirəm Rəbbimdən. Kimlər də ki buna bəli deyir, onları da Allahın lütfu ilə sağlıqlı o vəzifələrdə möhkəm oturmalarını diləyirəm. Amin deyirəm. Allah deyir ki, sizə bir pislik edənə siz pislik etməyin. Xeyr dua ilə cavab verin. Mənim qəzəbimə yol verin. Mən də elə Allahın qəzəbinə yol verib sənə belə gözəl dualar edirəm. Yolun açıq olsun. Vəssalam. 4 uşaqlı ananı, bəli o ananın səhvləri çoxdur. Qadın kimi həyabəntlərini aşması, tərbiyəsiz sözləri nitqə alması, özündən çıxması, hoqqa çıxartması, bu minlərlədir bu qız gəlinlər, arzumlar. Amma buna bu qədər iş düşmür. Əgər sən bunu tələb edirsənsə, yolun açıq olsun. Tam səmimi qəlblə deyirəm. Belə. Xahiş edirəm, cadı barədə danışın. Var, yoxsa yoxdur. Aləmi dağıdır. Ailənin dağıdan cadı deyil ki. Bu sənin özünü aparmaq qabiliyyətinin olmamasıdır. Allah tərəfindən o lütf olunmuyor. Ailə dağılanda tərbiyəsizlikdən dağılır. Ailə dağılanda həya bəndlərinin pozulmasından dağılır. Ailə dağılanda mənəmlikdən, təkəbbürdən dağılır. Hiqqədən, kindən, nifrətdən, bəddualardan. Bunlardan dağılır, cadudan. Ya da ata evindən miras gətiribsin. Başa düşdün, ailənin dağılmağı sənin ailəyə nə dərəcədə dəyər verməyinlə asılıdır. Ailədirsə, ailənin çətinlikləri var, ailənin ac olması da var, çılpaq olması da var, bu olsun deyə davalara qalxırsan, bu olmaz. Ailə görürsən, bir evi tikənə kimi nə qədər insan əziyyət çəkir, ailə belə bir şeydir. Onun təməlində hörmət, mərhəmət, ədalət, səmimiyyət, sadəlik, lətafət, incəlik, bunlar yoxdursa o ailə dağılacaqdır. Onun cadugərdən yaxtarırsan, özündə axtar. Nara xanım görürsən, özündə axtarmır ki, bunun qardaşı nə fasonda maşın sürür, özündəki səhvi görmür. Haqq yolundan sakit getdiyi yerdə buna yönəlir.
Hə, indi sonra nə eləyib də nə olar? Hamamı, sən də buradan 1000 adam gəlir, 1000 dənə söz deyir. Durum indi onları verim, suda axıra kimi gedim ki, sən mənə burada təhqir etdin. Ya sən necə deyirlər, zəmbillə düşübsən göydə. Hamını təhqir edə bilir də, indi çox adam təhqir edir. Elə hamını götürüb elə suda verib, tutturmalıdır. Məsləhətinə şükür. Ya o Allah elə yaradıb, amma səhv edən prokurora bu qədər rahat demisiniz fərqi düşmədim. Mən bunu eşitdirirəm sadəcə prokuroruna da, hakiminə də, vəkilinə də, müstəntiqinə də, bu işin ardınca əyləşənə də sadəcə bu qulaqdan işarə atıram səs, bu sözü. Məndən bu qədər. Bundan geri nə olacaq, onu hər kəsin qəlbində Allah özü təyin edəcək. Başa düşdün? Mən bunu deməliyəm. Mən bunu deməsəm, mən cəza yaşaya bilərəm. Mən susa bilmərəm. Mən eşitdirməliyəm. Ki, ay xanım, sən bugün bu səhvi edib, sən edirsən, amma anlamırsan, neyinirsən. Sən bundan böyük cəzalar yaşaya biləcəksən. Zaten bundan öncə də yaşayırsan, indi də yaşayırsan, yenə yaşayacaqsan. Yəni, mən demə. Mən dedinsə, düşəcəksən təliyə. Mən Allahdır. Əssalam. Heç kim Allah önündə Allaha şərik deyil. Quran nə deyir? Özünü mənə şərik edənləri sevməm, əf etməm, məhv edərəm. Mən bu işin ardınca gedəcəm deyirsənsə, sona qədər imtihandan kəsiləcəksən. Mən. Desən ki, Allah istəyərsə, lütf edərsə, mən bu işin sonuna qədər gedərəm. Bu başqa söz. Bir də var, mən bu işin axırına kimi gedəcəm. Bax, bu uca səhvdir. Mən bunları deyirəm. Heç kimə pislik arzu eləmirəm. Hər kəsə acını çatdırıram, amma saygı ilə, sevgi ilə. Heç kimin xətrinə dəymək istəmirəm. Dəyərəmsə özür dilərim. Amma eşitdirməliyəm acını. Əssalam.